Adım Vüsaldır. Laçın rayonu 21 sayılı orta məktəbində 7-ci sinifdə oxuyuram. 14 yaşım var. Ən çox da bayıra çıxıb futbolda da oynayıram, bədən tərbiyə dərslərində. Right now we are in Sumgayet, and we are in what is essentially a converted concrete factory. So what you see are old parts of the factory, as well as the dormitory for the workers. Biz 1992-ci ilin may ayının 8-dən burada yaşayırıq. There's been several studies to show that areas like Sumgayet have been polluted from chemical factories, Soviet-era industrialization, and what is left after the collapse of the Soviet Union is an environment which ranks in one of the most polluted areas in the world, high rates of leukemia, toxic dumps, pollution, air pollution, and that's, if you look around, you can smell that, you can taste it, and that makes for essentially very long-term big health risks that these children face. Burada nə cür yaxşı olsa mənim üçün heç nə. Nə qədər yaxşı olsa xeyri yox. Nə yerdi? Mən ona görə bala, yoxsa sizə baş ağrısı verdim. Hamınız bağışlayın məni. Onun üçün özüm öldürürüm sağ. Bala, yalan demirəm. İlahi adamıyam, ilahi adamıyam. Gözləyirik. Hələ ki gözləyirik. Hələ ki gözləyirik. Oxumağa 4-cü sinifdə müəllimim mənə çox deyirdi gəl musiqiyə. Şayəs vətəni sevməsə insan deyil əsla acı. 2004-cü ildə festivala fevral ayının 28-də getdik. Orada ikinci yer tutduğuma görə. Muğam da oxuyuram, estrada da hərdən evdə oxuyuram. Orada muğama gedirəm ona görə. Tezdən saat 8-də, 9-un yarısında dururam. Yeməyimi, naharı eləyəndən sonra dərslərimi eləyirəm. Çıxıb barda biraz futbolla məşğul oluram. Sonra dərsə gedirəm. Gələcəkdə futbolçulardan biri olmaq istəyirəm. Mən musiqiyə də gedirəm ona görə də. Səsə də biraz ziyanlı futbol ona görə. Bulu zülflü ay qabaqlı gözəlin durub başına dolanmaq gəlir. Bir evdəki sən tək gözəl olmaya gözəlin durub başına dolanmaq gəlir.